Rəqsanə, hər vaxtın xeyir olsun, salamlayıram səni. Buyur, informasiyanı detallı şəkildə səndən eşidək. Salam Şinarə, bir daha hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi son günlərdə biz bu istiqamətdə tez-tez xəbərləri eşidirik. İmtahana texniki vasitələrlə, qanunsuz texniki vasitələrlə abituriyentlər daxil olurlar və nəticədə yəni təbii ki, bu sonrasında aşkar olunur və həmin şəxslərin imtahan nəticələri ləğv edilir və elə Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi informasiyaya əsasən 11 abituriyentdən 9-unun imtahan nəticəsi ləğv olunub və biz elə bununla bağlı bu istiqamətdə Dövlət İmtahan Mərkəzinin çağırışını eşidəcəyik indi. Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş Şöbəsinin müdiri Xanlar Xanlarzadə bizə detalları təqdim edəcək. Xoş gördük. Buyurun, təfərrüatları və çağırış barədə detalları sizdən eşidək. Təşəkkür edirəm. Bilirsiniz ki, son günlər 2 cinayət işi ilə bağlı məhkəmə iclasları davam edir. Bunlardan biri Babayev İslam, Mahir Məmmədov və digərlərinə aiddir. Başqa bir cinayət işi isə Əsadov Kamran Alimoğlu, eyni zamanda Abbasov Gündüz Yaşaroğlunun müəyyən əməlləri ilə bağlıdır. Dövlət İmtahan Mərkəzi ictimaiyyətə daim bu məlumatları təqdim edir ki, həm abituriyentlər maariflənsin, eyni zamanda bilirsiniz ki, burada valideynlər, onlar müəyyən qeyri-qanuni əməlləri törətməkdən çəkinsinlər. Yəni, bizim əsas məqsədimiz ondan ibarətdir ki, imtahan bərabər şərtlər altında şəffaf və obyektiv meyarlara əsasən təşkil olunsun. Dünənləri Babayev İslamın və digərlərinin məhkəmə iclası keçirilmişdi və biz orada da bununla bağlı məlumat təqdim elədik ki, həmin iş üzrə 11 abituriyentin üzərində onlar çalışıblar ki, qadağan olunmuş texniki vasitələri quraşdırsınlar, eyni zamanda onları təlimatlandırsınlar. Kim imtahana həmin o texniki vasitələrlə daxil ola bilibsə, onlara köməklik göstərsinlər. Bilirsiniz ki, müəyyən o uzaqdan idarə etmə sistemləri vasitəsilə müəyyən tutaq ki, sual kitabçasının görüntüləri alınır, qarşı tərəfə ötürülür və onlar baxıb onları cavablandırırlar. Bu 11 nəfərdən 9-unun imtahan nəticəsi ləğv olunubdur. Bunlardan bəziləri imtahan binasına və otağa keçməyə nail olubdur və onlara kömək göstərilibdir. Bəziləri keçiblər, amma o texniki vasitələr işləməyibdir. Eyni zamanda Dövlət İmtahan Mərkəzi məlumat vermişdi. Müəyyən şəxslər var ki, onlar imtahan binasının girişində aşkar olunublar və həmin o texniki vasitələr götürülübdür. Hətta bəziləri görüb ki, onlar kimdəsə daha əvvəl girəndə o texniki vasitələri biz aşkar eləmişik, gediblər təzədən ayaqqabıları dəyişiblər, gəliblər. Yəni, o nəticəsi ləğv olunmayan 2 nəfər də əslində bu məhkəmə işində şahid kimi onlar dindirilir. Amma onların nəticəsi ona görə ləğv olunmayıb ki, onlar imtahana adi qaydada daxil olublar, adi abituriyent kimi ümumi imtahanlarını veriblər. Növbəti məhkəmə iclası yanvar ayının 22-sində keçiriləcəkdir. Ona görə də biz qarşıdan imtahanlarımız gəlir. Biz adətən magistratura ilə başlayırıq, amma bütün imtahanlarda əsas çağırışımız ondan ibarətdir ki, imtahan iştirakçıları qaydalara əməl eləsinlər. Burada bir o daxili vicdan məsələsi də var ki, hər kəs fikirləşməlidir ki, mən öz biliyim, öz bacarığım əsasında nəyəsə nail olun və yaxud da ki, kənardakı şəxslər, onlar bəzən unudurlar ki, kiməsə hansısa bir vasitə ilə kömək eləməklə başqalarının haqqına girmiş olurlar. Bax, bu nüanslara fikir vermək lazımdır ki, bizim imtahan prosesimizə xələl gəlməsin. Teşekkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün və elə aydın oldu ki, hazırda qanunu pozanların və imtahana texniki vasitələrlə girən şəxslərin cinayət işi üzrə istintaq prosesi davam edir və elə Xanlar bəy də bu istiqamətdə vurğuladı ki, yəni il boyu hazırlaşanların, hətta illərlə bir neçə il hazırlaşanların da haqqına girməmək üçün, eyni zamanda qaydaları pozub, öz əziyyətiniz də heyif etməmək üçün məhz elə bu qanunlara mütləq şəkildə əməl edilməsi zəruri hesab edilir. Əksi halda imtahan nəticələriniz ləğv edilir və siz növbəti ili gözləmək məcburiyyətinə qalacaqsınız. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizə çatdırdığına görə.